Salam. 6-cı sinif riyaziyyat dərsliyinə səhifə 73-dəki birinci çalışmanın izahına baxaq. Gəlin çalışmaya baxaq. Fikirlərə uyğun ədədi müəyyən edin. Bu hallar üçün sıfır nöqtəsinin mənasını izah edin. Baxaq birinciyə, deməli, təyyarə dəniz səviyyəsindən 1200 metr hündürlüklə uçur. Burada sıfırın mənası nədir? Sıfır nöqtəsinin. Burada sıfır nöqtəsi ilə dəniz səviyyəsidir. Biz dəniz səviyyəsini sıfır olaraq qəbul edirik. Yəni, bir tutalım ki, dəniz səviyyəsidir və buranı biz 0 metr hündürlük qəbul edirik. Və burada mənası, yəni sıfırın mənası bizdə dəniz səviyyəsidir elə. Deməli, dəniz səviyyəsindən 1200 metr hündürlükdə. Baxın, aşağı hissə dəniz səviyyəsindən aşağıdır. Yəni, çökəkliklər, dənizin altında, məsələn, dərinlik bu şəkildə hesablanır. Amma hündürlük isə dəniz səviyyəsindən yuxarıda hesablanır və hündürlük nə qədər deyil? 1200. Tutalım ki, təyyarə baxın buradan uçur. Və bu aradakı məsafə 1200 metrdir. Burada da hündürlük olduğu üçün və sıfırdan yuxarı olduğu üçün sıfırdan yüksək, yəni 0 metrdən yüksək olan hündürlüklərə biz müsbət olaraq baxırıq. Yəni 1200 metr. Bax, bu isə 1200 metr hündürlükdədir. Əgər çökəklik olsaydı və yaxud da dərinlik və yaxud da sualtı qayığın getdiyi yer və s. olsaydı, biz orada tutalım, suyun altından bir gəmi gedir və 1200 metr dərinlikdədir. O zaman biz oranı, məsələn, tutalım, bura olsaydı, -1200 götürə bilərdik. Amma bizdə dəniz səviyyəsindən 1200 metr hündürlükdə, yüksəklikdə dediyi üçün o zaman müsbət 1200 olaraq götürəcəyik. Doğru cavabımız hansı olacaq? Doğru cavabımız, baxın, bu hissə olacaqdır. Daha sonra ikinci hissəyə baxaq, B variantına baxaq. Havanın temperaturu 6 dərəcə şaxtadır. Burada sıfırın mənası nədir? Burada sıfırın mənası odur ki, biz bilirik ki, suyun donma dərəcəsi 0 dərəcədir. 0 dərəcədən yüksək temperaturlar, yəni get-gedə havanın istiyə doğru getməsi, mülayimləşməsi müsbət. Yəni tutalım, deyək hava 5 dərəcə, istilik 5 dərəcədir. Burada müsbət 5 dərəcədən söhbət gedir. Sonra bu gün məsələn yayda yaxud da ki, otaq temperaturu da tutalım 20 dərəcə deyirik və yaxud da deyirik ki, qışın, yayın lap isti vaxtlarında 35-40 dərəcə istilik. Buna da müsbət olaraq götürürük. Amma soyuq olanda, soyuq sıfırdan artıq get-gedə daha kiçik rəqəmlərdir. Yəni, -1 dərəcə deyirsə, -1 dərəcə şaxta deməkdir. Soyuğun -1, yəni sıfırdan da aşağı dərəcə. Deməli, artıq -1 Selsi dərəcə, -5 Selsi dərəcə və s. Deməli, burada nədir? Havanın temperaturu 6 dərəcə şaxtadır. Şaxtadırsa artıq mənfiyə doğru keçir. İstilikdən söhbət getmir bizdə. Şaxtadan söhbət gedir. Şaxtadırsa, deməli, -6 dərəcədən, Selsi dərəcədən söhbət gedir. Burada şaxta sözünə görə -6-nı götürdük. Daha sonra C variantına baxırıq. Aylıq xərc 750 manat təşkil edir. Baxaq. Burada deməli, xərc ola bilər, bir də gəlir ola bilər. Tutalım ki, bizim müəyyən bir pul hesab edək ki, bu bizim büdcəmizdir. Bu büdcəyə gəlir deyirsə, bu büdcənin üstünə əlavə olunur. Xərc deyirsə buradan çıxılır. Yəni, gəlir olsaydı üstünə gələrdik, xərcdirsə buradan çıxılır. Burada ümumi tutalım ki, büdcəmiz yoxdur, sıfırdır. Sıfırın üzərinə gəliriksə, artırırıqsa müsbət, sıfırdan azalırıqsa olacaq mənfi. Deməli, burada aylıq xərc deyirsə, biz nəyi götürəcəyik? -750-ni götürəcəyik. Ümid edirəm ki, aydın olur. Daha sonra delfin dəniz səviyyəsindən 300 metr dərinlikdə üzür. Gəlin baxaq. Bayaq təyyarə dedikdə biz danışmışdıq dəniz səviyyəsi barəsində. 0 dəniz səviyyəsi qəbul edilir ki, dəniz səviyyəsi 0 dərəcə, 0 metr hündürlük. Delfin dəniz səviyyəsindən 0 metrdən 300 metr dərinlik. Dərinlik deyirsə haranı götürürdük? Aşağı hissəni.
Aşağı isə baxın, burada bir delfin. Fərz edək ki, burada üzür. Aradakı baxın bu hissəmə məsafə nə qədərdir? 300 metr. İndi bunu müsbət götürürük, yoxsa mənfi? Əlbəttə ki, mənfi götürürük, çünki dəniz səviyyəsindən aşağıdadır. Buranı şərt olaraq mənfi, hündürlük isə müsbət götürürdük. Deməli, biz şərt olaraq nə götürməliyik? Mənfi 300 metr götürməliyik. Daha sonra maşın yeraltı avtodayanacağın ikinci qatında dayanır. Baxaq, yeraltı avtodayanacaq deyiriksə, biz burada 0-ı necə qəbul etməliyik? Bax, düz getdiyimiz normal torpaq səthini deyək də, biz 0-cı götürürük, 0. Əgər mərtəbələr bir mərtəbə olsaydı, 1, 2, 3, 4, bu yer üstündə olsaydı, yerin üst hissəsindəki mərtəbələr bu şəkildə artacaq. Amma bizdən nə deyir? Yeraltı avtodayanacaq. Biz bilirik, yeraltı olduqda artıq normal durduğumuz vəziyyətdən aşağı mərtəbələr. Yəni, baxırıq, -1 və -2. Yəni, yer 0-dan aşağıya doğru gedirik, yuxarıya doğru yox. Ona görə ikinci qat deyirsə, biz burada -2-ni götürəcəyik. Buranı silək, sizə düzgün görsənsin və budur. Doğru cavabımız -2. Birinci tapşırıqdan bu qədər. Keçək səhifə 74-dəki tapşırıqlara. Səhifə 74-dəki ikinci çalışma ilə davam edirik. Bizim ümumi gəlirimiz, büdcəmiz 0 qəbul edirik. Yəni, nə gəlirimiz var, nə xərcimiz var. Əgər buraya biz əlavə gəlir deyiriksə, bu büdcəmizi artırırıq, müsbət edirik, artırırıq, üstünə gəlirik. Əgər buradan bu büdcədən xərcləyiriksə, azaldırıq. Yəni, çıxırıq oradan. Deməli, xərc olanda mənfi, gəlir olanda isə müsbət olaraq, şərt olaraq işarə edirik. Deməli ki, gəlir 100 manat dedikdə müsbət 100, xərc 50 deyəndə mənfi 50 başa düşülür. Daha sonra B variantında gəlir 500 deyirsə, yəni müsbət 500, xərc 1000 deyirsə, mənfi 1000 ədədləri yazacağıq. Daha sonra xərc C variantında. Xərc 200 manat, yəni mənfi 200. Gəlir 10, yəni müsbət 10. Xərc 120. Bu da elə üstündə işarə edək. Mənfi 120. Xərc 35. Mənfi 35 olacaqdır. İndi mən üzərində yazdım. Siz dəftərinizdə önündən daha səliqəli şəkildə yaza bilərsiniz. Daha sonra keçək 3-cü tapşırığa. 3-cü tapşırıqda verilən ədədlər arasında əks ədədlər müəyyən edin və bir neçəsini ədəd oxunda təsvir edin deyilir. Əks ədədlər nə idi? Yanlış işarəçilə fərqlənən ədədlər idi. Baxaq, əgər tutalım birini götürüm, məsələn, mənfi bir ədədin əksi hansıdır? Müsbət 1. Baxaq, görək, mənfi 1-in əksi müsbət 1 varmı? Mənfi 1. Bəli, müsbət 1 buradadır. Sonra müsbət 5. Müsbət 5-in əksi hansı ədəddir? Mənfi 5. Baxaq, görək, varmı? Bəli, mənfi 5 buradadır. Daha sonra baxaq, görək, 6-nın əksi nədir? Mənfi 6 varmı? 6-nın əksi yoxdur. Sonra mənfi 4. Mənfi 4-ün əksi hansı ədəd olacaq? Müsbət 4 olacaq. Varmı? Xeyr, yoxdur. Daha sonra 3 ədədinin əksi mənfi 3 olacaq. Baxırıq ki, bəli, var. Mənfi 12-nin əksi müsbət 12 olacaq. Baxırıq ki, var. Və bu qədər. Yerdə 6, mənfi 4, 21 və 15 ədədləri qaldı ki, onların bu sırada, yəni həmin verilmiş cərgədə əks ədədləri, yəni əksləri yoxdur. Bir neçəsini ədəd oxunda qeyd etmək də olar. Gəlin növbəti səhifədən qeyd edək. Deməli, 0-ı biz özümüz qeyd edək. Biz bilirik ki, əks ədədlər 0-dan eyni uzaqlıqda yerləşir. Hansı ədədlər verilmişdir bizə əks ədədlər olaraq? Məsələn, mənfi 1, 1. Baxaq, mənfi 1 burada yerləşirsə, 1 də 0-dan əks istiqamətdə və eyni ölçüdə yerləşir. Yəni, mənfi 1, 1. Daha sonra hansı ədəd yerləşmişdir?
müsbət 5, mənfi 5. Müsbət 5 fərz edək ki, buradadır. Mənfi 5 də sıfırdan eyni uzaqlıqda. Təxminən baxaq, yazaq. Burada mənfi 5. Bu şəkildə digərlərini də yazmaq olar. Keçək 4-cü tapşırığa. Verilən ədədlərə əks ədədləri tapın və bir neçəsini ədəd oxunda təsvir edin. Artıq burada hər bir verilən ədədin özümüz əksini tapmalıyıq. Mənfi 2 ədədinə baxırıq. Mənfi 2-nin əksi hansıdır? Müsbət 2. 6-nın əksi mənfi 6. 8-in mənfi 8. Mənfi 1-in tapdınız yəqin ki 1. Mənfi 9-un 9. Mənfi 3-ün 3. Aferin. Daha sonra 14'ün mənfi 14. 20'nin mənfi 20'nin 20. Mənfi 11'in 11. 7'nin mənfi 7 və 5'in bildim ki tapmışsınız. Mənfi 5 ədədləri. Bunlar hamısı yazdığımız ədədlər qarşılıqlı əks ədədlərdir. Yəni məsələn bir-birinin əksidirlər. Və bunları da oxunda təsvir edə bilərik. Bir neçəsini təsvir edirəm. Siz hamısını bilirəm ki, təsvir edə biləcəksiniz. 0 işarəti olaraq özümüz yazaq. Bizdə qeyd edilməyib 0. Amma özümüz yazaq ki, daha aydın olsun. Məsələn, 2, 6, mənfi 2, 6 və 8'i yazaq. Baxaq. Tutalım burada 2 yerləşirsə, əksi mənfi 2 burada yerləşəcək. 6 burada yerləşirsə, mənfi 6 sıfırdan deməli solda yerləşəcək. Biri solda, biri sağda. 8 burada yerləşirsə, mənfi 8 burada yerləşəcək və s. digərlərini də qeyd edə bilərsiniz. Daha sonra 5-ci tapşırığa baxırıq. Burada yadda saxla bir qaydamız var. Yəqin ki, bunu oxumusunuz və sürətli şəkildə üzərindən keçə bilərik ki, üzərində hesablama başlanğıcı. Hesablama başlanğıcı nədir? Yəni 0. Baxırıq, həmin bu 0 nöqtəsi bizə hesablama başlanğıcı olur və o ilə böyük O hərfi ilə işarə olunur. Vahid parça və müsbət istiqamət seçilmiş düz xətt koordinat düz xəttdir və ya koordinat oxu adlanır. Baxın, belə şəkildə də qeyd olunub. Və koordinat oxunda nöqtənin yerini göstərən ədəd bu nöqtənin koordinatı adlanır. Məsələn, A nöqtəsinin koordinatı baxın qeyd edilmiş şəkildə 4'dür. Daha sonra O nöqtəsi koordinat başlanğıcıdır. Burada qeyd edilib. Tamam. A'nın həmin bu ox üzərini görürsünüz. A 4 nə deməkdir? A'nın koordinatı 4'dür. B mənfi 2. Yəni bu verilmiş koordinat ox üzərində mənfi 2'nin üzərindədir B. O 0 nə deməkdir? O ədədi 0'ın üzərindədir. Yəni koordinat qiyməti 0'dır koordinatı. Həmin bu qeyd edilmiş ox üzərində yəni. 5-ci tapşırıq necə? Nə istənilir 5-ci tapşırıqda? Koordinat oxunda qeyd edilmiş nöqtələrin koordinatını müəyyən edin. Baxırıq. Elə birinci A nöqtəsindən baxa bilərik. Biz əvvəlcə gördük ki, həmin hər bir vahid parçadır. Hər bir hissədə. Burada yəni məsələn 0-dan 1-ə qədər, 1-dən 2-yə qədər hər bir xətt arasındakı məsafə, yəni vahid parçada bir artır azalır. Ona görə biz baxırıq ki, mənfi 8-dən harada yerləşir? Bir vahid solda yerləşir. Deməli, bura mənfi 9. Deməli, A-nın koordinatı nə olacaq? Mənfi 9 olacaq. B-nin koordinatı mənfi 5-dir, özü qeyd edilib. C-nin koordinatı baxır ki, mənfi 1-dən bir vahid solda, deməli mənfi 2 olacaq. Və burada gəlin qeyd edək. A-nı tapmışdıq mənfi 9, B mənfi 5, C mənfi 2, D nədir? Mənfi 1'dir. Bunları da qeyd edək. C-nin koordinatı mənfi 2, D-nin mənfi 1 və Y-nin F-də tapaq. Baxırıq ki, Y 2-dən bir vahid sağdadır. Deməli, bir vahid artıqdır. Bura 3 olacaq. Və F-də tapsaq, bir artırsaq görərik ki, F-imiz də gəlib 6'ya düşür. Deməli, Y 3, F isə koordinatı 6'dır. 5-ci tapşırıqdan da bu qədər. Bunları silək ki, 6'nın bir hissəsi tam görsənsin. Onsuz da növbəti səhifədə qeyd etmişdik. Dəftərinizdə koordinat oxu çəkin. Onun üzərində bu nöqtələri qeyd edin. Hansı nöqtələrə uyğun ədədlər əks ədədlərdir. Gəlin çəkək. Ədəd oxumuzu çəkdik
və buradan görək nöqtələr nə qeyd edilib. Baxırıq. A -2, B -3, C 6. A -2 qeyd edilib. -2 harda yerləşir? Baxırıq burada. A-nı çəkdik bura. Daha sonra B. B-ni nə qeyd etmişdik? B-ni -3 olaraq qeyd etmişdik. Deməli, B nöqtəsi də baxın -3 burada yerləşdiyi üçün deməli B nöqtəsi də -3 üzərində yerləşir. Daha sonra C6, D2. C-ni 6. Gəlin buranı biraz uzadaq. Biraz gödək çəkmişəm. Hə. Buradan bir dənə də baxaq. Bura 6 olsun. 6 nöqtəsi. Deməli C harda yerləşir? 6 nöqtəsində. Burada deməli C nöqtəsidir. Daha sonra C nöqtəsini də qeyd etdik. D2, Y0. D2 2 hardadır? Burada. Deməli D nöqtəsi də 2-nin üzərində. Y0, F3. Y0-da yerləşir. Baxırıq, Y burada yerləşir. F isə 3 nöqtəsində yerləşir. İndi bizdən istənilən bunu çəkdik. Daha sonra deyir ki, hansı nöqtələr əks ədədlərdir? Yəni, əks ədədlər üzərində yerləşir. Ədəd oğlunda qeyd etdiyimiz nöqtələrdən baxırıq ki, baxın, deməli, A ilə D nöqtəsi var. A və D nöqtəsi. -2, 2. Əks ədədlərdir. Onlara uyğun ədədlər əks ədədlərdir. Daha sonra B ilə F nöqtəsi. B və F nöqtəsi. Onlara uyğun olan nöqtələr qarşılıqlı əks ədədlərdir. Cavabımız A və D, B və F nöqtələri deməli uyğun ədədləri əks ədədlər olacaqdır. Keçirik 7-ci tapşırığa. Koordinat oxundan istifadə etməklə uyğun nöqtələrin koordinatını yazın. Ada deyilir ki, C nöqtəsi B nöqtəsindən 5 vahid sağda yerləşir. 5 vahid sağda. Baxırıq ki, B nöqtəsindən 5 vahid sağda 1, 2, 3, 4 və 5. Deməli, C nöqtəsi arada yerləşir. C3. Deməli, C-nin koordinatı nə olacaq? 3 olacaq. K nöqtəsi M nöqtəsindən 2 vahid solda yerləşir. M nöqtəsindən həm də onda baxdıq ki, hər bir deməli məsafə aralarında bir vahid olaraq dəyişib. Mənfi deməli 2-dən 2 vahid sola. 1, 2 gəlib düşür. -4 nöqtəsinə. Deməli, K nöqtəsində koordinatı nə olacaq? -4 olacaqdır. Keçirik 8-ci tapşırığa. 8-ci tapşırıqda verilən ədədlər arasında tam ədədləri müəyyən edin. Tam ədədlər nəyə deyilir? Deməli, natural ədədlər, onların əksi olan ədədlər və 0 birlikdə tam ədədlərdir burada. Yəni, natural ədədlər həm də baxın, necə qeyd edilib? Müsbət tam ədədlər və yaxud natural ədədlər. Bir də mənfi tam ədədlər və 0. Hamısı birlikdə tam ədədlər çoxluğunu təşkil edir. 0-ın özü də tam ədəddir. Natural deyil, amma tam ədəddir. Və indi variantlara baxırıq. 8-ci tapşırıqda, daha doğrusu tapşırığa baxırıq. Verilən ədədlər arasında tam ədədləri müəyyən edin. Bu ədədlərin əksi olan ədədləri yazın. Baxırıq, əvvəl tamları müəyyən edək. Deməli, burada tam deyirsək, kəsr hissəsindən söhbət gedə bilməz. Natural ədədlər, onların əksi və 0-ı harada gördüksə götürürük. Baxırıq, -5, bəli, -5 tam ədəddir. 5 natural ədədinin əksidir. Müsbət 1,5 tam ədəddirmi? Xeyr. Müsbət 100, bəli, müsbət 100 tam ədəddir. 1,2 tam ədəd deyil. 0 tam ədəddir. 5-də 4 tam ədəd deyil. Kəsrdir. 2-də 2,1 kəsrdir. 1,7-də 6 kəsr ədəddir. Tam ədəd deyil. Kəsrlər də biz bilirik ki, növbəti dərslərimizdə gedəcəyik ki, rasional ədədlər çoxluğuna aiddir. Onlar da bütövlükdə dəqiq ədədlər çoxluğuna daxil edilir. Amma tam ədəd deyirlər. -3 tamdırmı? Bəli, tamdır. -6 tamdırmı? Bəli. 5 tam, daha doğrusu %10 yaxud da 10-da 1 də deyə bilərik. Bu da kəsr ədəddir. Tam ədəd deyil. Tapdıq tam ədədləri -5, 100, 0, -3, A, -6. Onların əksi olan ədədlər şifahi olaraq deyək.
Deməli, -5-in tam ədədin əksi hansıdır? Yaza da bilərik. 5, 100-ün yükü -100. Sıfırın əksi yoxdur. Yəni sıfır nə biz müsbət, nə də mənfi deyə bilmərik. Sıfır elə olduğu kimi qalır. -3 3-dür. -6 əksi 6-dır. Bu qədər. 9-cu tapşırığa baxırıq. Qanuna uyğunluğa əsasən əvvəlki və sonrakı 3 ədədi müəyyən edin. Baxırıq əvvəlcə qanuna uyğunluq nədir? -2, -1, 0 get-gedə baxırıq ki, soldan sağa doğru bir artma var. Yəni 0-dan sonra gələn rəqəm 1 olacaq və 1 vahid artdığı üçün bu 1, 2, 3. Solda isə yenə -3, -4, -5 yaza bilərik. B variantında bunu silirəm. B variantına baxırıq. 3, 2, 1 baxırıq ki, 3, 2, 1-in solunda və sağında ədədlər var. 3, 2, 1 azala gedir soldan sağa doğru. Ona görə 1-dən sonra 0 gələcək, -1 və ondan sonra da -2 gələcək. 3-dən digər, yəni sol tərəfdə böyüklər, yəni böyükdən kiçiyə doğru yəni soldan sağa doğru azalma olduğu üçün üstdən solda böyük ədəd olmalıdır. 4, ondan da 1 vahid böyük 5, ondan da 1 vahid böyük 6. Bu şəkildə 6, 5, 4, 3, 2, 1, 0, -1, -2 olur. C-yə baxaq. C-də də baxır 6, 4, 2. Burada bayaqdan 1 vahid artırma, azalma var idisə, burada 2 vahid. 6-dan 4, soldan sağa doğru 6-dan 4-ə 2 vahid azalıb, 4-dən 2-yə 2 vahid azalıb. Deməli 2-dən 2 vahid az, 0. 0-dan 2 vahid az, -2, -2-dən 2 vahid az, -4. 6-dan sola baxırıq. İndi bu hissə çox olmalıdır ki, get-gedə sıramız düzgün olsun. 2 vahid artıq 8, 2 vahid artıq 10, 2 vahid artıq 12. Deməli 12, 10, 8, 6, 4, 2, 0, -2, -4 sıralaması uyğun olacaq. D-yə də baxaq. D-də də deməli -6, -4, -2 aralığında görürük ki, -6, -4, -2 soldan sağa doğru artma baş verir. 2 vahid. Hər dəfə üzərinə 2 gəlmişik sanki. -2 onda olacaq 0, 2 və 4. -6-dan solda isə -8, -10 və -12 ədədləri qeyd edilmişdir. Bu şəkildə qanuna uyğunluqla biz ədədlərin sıralamasını tapdıq. Keçək növbəti 75-ci səhifədəki çalışmaların izahına. Səhifə 75-dəki 10-cu tapşırığa baxaq. M sıfırdan fərqli tam ədəddir. Nümunələr göstərməklə fikirlərin doğru yoxsa yanlış olduğunu müəyyən edirik. Baxırıq ki, M ədədinin əksi həmişə sıfırdan kiçikdir. M sıfırdan fərqli ədəddirsə, yəni müsbət və ya mənfi olduğunu biz bilmirik. Sıfırdan fərqlidirsə, M ya müsbətdir, ya da mənfidir. Bizdə deyir ki, M ədədinin əksi həmişə sıfırdan kiçikdir. Həmişə sıfırdan kiçik ola bilməz. Nəyə görə ola bilməz? Tutalım, fərz edək ki, M müsbət 3-dür. Bəli, onun əksi -3 olacaq. Amma M fərz edək ki, -5-dir. Mənfi də ola bilər. Sıfırdan fərqli ədəd -5 də ola bilər. Və onun əksi nə olacaq? 5 olacaq. Və 5 müsbət ədəddir. Mənfi ədəd deyil. Deməli, M-in əksi həmişə sıfırdan kiçik olmur. A-mız yanlışdır. Keçdik B variantına. B-də deməli nə deyir? B-də mənfi M bərabərdir M. Buradan bir-bir mötərizələri biz aça da bilirik. Bax, mənfi M-in əksi, mənfi qabağına mənfi gəlsə, mənfi ilə mənfi müsbətə çevrilir. Bu isə olur müsbət M. Bunun da qabağına bir dənə mənfi gəlirsə, müsbətin qabağında bir mənfi olacaq mənfi M. Bəli, mənfi M oldusa, bax bu hissədən gəlir bu mənfi bura, mənfi M. Və bu mənfi M-in də qabağındakı bu mənfi bizim mənfi M-imizi, yəni mənfi ilə mənfi yan-yana gəldisə, oldu müsbət M. Doğrudur. Bu ifadəmiz tamamilə doğrudur. Yerinə ədəd də qoyub yaza bilərik. Necə qoyarıq? Tutalım ki, M-ə yazaq bir 2 rəqəmi. 2 onda necə olacaq? Mötərizənin içi olacaq -2. -2-nin qabağında bir mənfi varsa, olacaq müsbət 2. -2-nin elə bil əksi deyə bilərik. -2-nin qabağında bir mənfi -2. Daha sonra onun qabağındakı bir mənfi olacaqmı? -2.
O -2-nin də qabağında bir mənfi, mənfi, mənfi olacaqmı? Müsbət 2. Bəli, olacaq. Deməli, m-imizin onsuz da biz şərt olaraq 2 götürmüşdük. Deməli, bu ifadəmiz olacaq doğru. Yerinə m yerinə mənfi də qoysaq, tutalım ki, -1 qoydum. -1-i özümdən qoydum. Bir dəfə müsbət qoydum, bir dəfə mənfi qoydum. Görək doğrudurmu? -1-in, bax bu mənfinin kitabda verilən şərtdəki mənfini vuranda edir -1. Qabağındakı bu mənfi gəlir yanına olur -1. Bu getdi, qaldı buradakı. Bu mənfi də bu -1-in qabağına -1 yenidən və sondakı bu mənfini də əlavə edəndə etdi -1. Elə biz m-in yerinə yazmışdıq. -1 yazmışdıq da. Doğrudan da m-imiz olacaq -1. Deməli, B variantındakı şərtimiz doğru imiş. Buna da yazırıq doğru. Doğru. C variantında isə C-də də deyilir mənfi, bir dənə də mənfi və bir dənə də mənfi m ifadəsi mənfi m-ə bərabərdir. Bu m-i heç yerinə qoymadan da açsaq, baxırıq ki, -2 dənə mənfi bizə müsbət verir. Bu mötərizələrin içindən müsbət m çıxdı. Qabağına da bir mənfi yazanda mənfi m, bəli, mənfi m-ə bərabərdir. Yerinə də özünüz qoyub yoxlasanız görəcəksiniz ki, doğrudur. Bir dəfə müsbət ədəd qoysaq, bir dəfə mənfi ifadəmizin doğru olduğu yoxlanılmış olacaqdır. 11-ci və 12-ci məsələlərin izahına baxaq. Qriqor təqviminə əsasən İsa Peyğəmbərin dünyaya gəldiyi il eramızın başlanğıcı qəbul olunur. Təqribən, yəni eramızın baxın bu sıfırdan nəzəri olaraq 0 götürürük, milad tarixi götürürük. Təqribən 2000 il bundan əvvəl baş vermiş bu hadisə miladdır. Bəli, miladı biz şərt olaraq təqvim nəzərində 0 götürdük. Daha sonra nə deyir? Miladdan əvvəlki vaxt bizim eradan əvvəl, eramızdan əvvəl sayılır. Birinci əvvəl və kiçik nöqtə A, şəklində yazılır eradan əvvəl. Və birinci ildən keçən vaxt isə bizim era adlanır. Yəni miladdan sonra isə bizim eraya keçən dövr bizim eradır. Sonra çox zaman tarixi hadisələrin xronoloji ardıcıllığı belə zaman xətti ilə əks olunur. Bəli, bu şəkildə əsrlər qeyd edilir. Bizim eranın 1-ci deməli 100 illiyi, 5-ci 100 illiyi bu şəkildə və yaxud neçəncisi əsr bizim erada 5-ci əsr. Bir əsr biz bilirik ki, 100 ilə bərabərdir. Sonra eramızdan əvvəl deyirik, məsələn 7-ci əsrdə, 11-ci əsrdə və s. bunları da eradan əvvəl olaraq yaza bilirik. İndi bizdə görək nə istəyir. Deyək ki, eradan əvvəl, baxın bu şərtdə, eradan əvvəl 3-cü əsri və eramızın 21-ci əsrini tam ədədlərlə necə yazmaq olar? Baxaq. Bax, eramız biz miladı, yəni 0 olaraq götürsək, şərt olaraq biz ədəd oxuna nəzərə götürsək, milad təqviminə yəni 0 götürdüksə eradan əvvəli mənfi kimi qeyd edə bilərik. Bizim eranı isə 0-dan müsbətə doğru artımı isə biz müsbət olaraq, yəni bu hissəni müsbət götürərik. 0-dan bizə yaxın olan hissə müsbət, 0-dan əvvəlki dövr isə mənfi olaraq götürürük. Deməli, eranın əvvəl 3-cü əsr deyirsə, tam ədədlərlə necə yaza bilərik? Yazarıq ki, eradan əvvəl 3-cü əsr -3 kimi şərt olaraq yaza bilərik. Və yaxud da bizdən istəsəydik il şəklində yazmağı, onda -300 yaza bilərdik. Və eramızın 21-ci əsrini, eramızın 21-ci əsri deyirsə, artıq biz bunu müsbət 21 olaraq qeyd etməliyik. Növbəti tapşırığımız nədir? Anadan olduğunuz ili 0 götürməklə öz zaman xəttinizi, yəni burada yer var, buradan çəkək. Deməli, anadan olduğunuz ili 0 götürməklə öz zaman xəttinizi çəkin. Bu zaman xəttinizdə bacı və qardaşınızın, həmçinin valideynlərinizin anadan olduğu illərə uyğun ədədləri qeyd edin. Maraqlı sualdır. Baxın, fərz edək ki, sizin anadan olduğunuz tarix, məsələn, təxminən 2012 götürsək, tutalım 2012-ni biz şərti olaraq biz nə götürə bilərik? 0 götürürük. Bax, elə bir 2012-ci ili 0 götürürük.
Sizdən sonra doğulub. Məsələn, bacınız 2014-cü ildə, 2014 onda necə olacaq? Onda o olacaq, müsbət 2 olacaq. Daha sonra bir qardaşınız da doğulub 2000, məsələn, 17-də. Nə olacaq onda? Müsbət 5 olacaq. Sizin doğum tarixinizə görə. Sizin doğum tarixiniz biz axı 0 götürdük, başlanğıc nöqtəsi götürdük. Ata və ananızın doğum tarixinə baxası olsaq, fərz edək ki, ananız məsələn 1992-ci il təvəllüddür. Onda tamam 1992 yazaq. Onda deməli sizdən 20 yaş böyük olacaq və şərti olaraq sizə uyğun olaraq -20 qeyd edə bilərik. Və yaxud da atanız da 1990 təvəllüd olsun. O zaman sizin yaşınıza uyğun olaraq -22 qeyd edə bilərik. Yəni sizin doğum tarixinizi başlanğıc nöqtəsi olaraq qeyd etsəydik, sizin xəttiniz şərt olaraq bu qiymətləri alsaydı, ədədlər, yəni doğum tarixləriniz bu cür yazmaq olardı. Siz də öz dəftərinizdə buna uyğun yaza bilərsiniz. Keçək 12-ci məsələyə. Uşaqlar kəndir dartma oyununda 3 cəhd etdilər. Hər cəhd 10 saniyə davam edir. Vaxtın sonunda kəndirin düyün nöqtəsi hansı komandanın ərazisində dayanarsa, düyün nöqtəsi buradır. Dayanarsa, həmin komanda qalib gəlir. Hər cəhdin nəticəsində kəndirin düyün nöqtəsinin koordinatlarını yazın və sonda hansı komandanın qalib gəldiyini tapın. Birinci cəhdi tapaq. Əvvəlcə necə deyir? Baxaq ki, birinci cəhddə deməli düyün nöqtəsi, yəni baxın bu 0 nöqtəsi 12 vahid sağa. Baxırıq ki, 0-dan sağa. 12 vahid sağa gəlibsə, 12-nin üzərinə gəlmişik. Deməli düyün nöqtəsi. 8 vahid sola gəlib. 12-dən 8 vahid sola gəlibsə, deməli gəlib 4-ün üzərinə çıxıb. Burada indi aralarındakı məsafəni 4-4 deyəsən yazıblar. 4-4 yazıblar. Amma yəni əslində 1 vahid artdığı üçün biz şərt olaraq elə götürürük. 12 vahid sağa gəlib, daha sonra 8 vahid sola qayıdıbsa, gəlib 4-ün üzərinə. Deməli, birinci cəhddə kəndirin düyün nöqtəsi 4-ün üzərindədir və ikinci komanda ərazisində olduğu üçün birinci cəhddə ikinci komanda qalib gəlir. Üstünlük təşkil edir. Daha sonra ikinci cəhdə nə baş verir? Yəni 10 saniyə artıq bitir, cəhd yekunlaşır. Və buradan qalibiyyəti məlum olduğu üçün artıq bir də 0-dan başlayırıq. Yəni yenidən 4-dən götürmürük. Yəni kəndir hardadısa oradan başlamırıq. Yenidən 0-dan başlayırıq ikinci cəhdə. Deməli 12 vahid sola. Deməli gəlib 12, -12-nin üzərinə sola deyirsə, -12 gəldi. 4 vahid sola yenidən getdisə, -16-nın üzərinə gəldi. 8 vahid sağa çəkildi. Artıq -16-dan 8 vahid sağa, -8-in üzərinə gəlmiş olacaq. Və burada 10 saniyəmiz yekunlaşıb yəqin ki, -8-in üzərində qaldığı üçün indi artıq burada birinci komanda. İlk cəhddə ikinci komanda üstünlük təşkil edilmişdi, yəni udmuşdu. İkinci cəhddə isə birinci komanda qalib gəlir. Əsas indi baxırıq üçüncü cəhdə. Üçüncü cəhdə deməli yenə 0-dan başlamalıyıq. Düyün nöqtəsi 8 vahid sola. Düyün nöqtəsi 8 vahid sola gəldi. 8 vahid sola gəlirsə, -8-in üzərinə gəlib. Daha sonra 4 vahid sağa gəlibsə, -4-ə gəldi, çatdı. Və 16 vahid sağa. -4 isə də 16 vahid sağa gəlirsə, yəni artım baş verirsə, gəlir düşür 12-nin üzərinə. Koordinat nöqtəsi 12. 10 saniyə yekunlaşdığı üçün hansı komandadır? İkinci komanda. Və 3 dənə cəhddən yəni üstünlük təşkil edən hansı komanda oldu? İkinci komanda oldu. 2 dəfə o qazandı, bir dəfə isə birinci komanda qazandı. Deməli, hansı komanda qalib gəlib? İkinci komanda qalib gəlmişdir.